Salam, hər vaxtınız xeyir olsun. Yeni Aytən xanımdan maraqlı bir sual var. Aytən xanım kiməsə rast gəlib, uşaq gedib hasta həkimə, həkim uşağa eynək yazıb. Eynək taxandan bir neçə gün sonra uşağın gözündə çəplik əmələ gəlib və valideyn eynəyi taxmaqdan imtina edib. Belə bir mövzu olub, belə başa düşdüm. Bu hal necə ola bilər? Deməli, əksər hallarda rastlaşdığımız mövzu latent hipermetrapiyası olur uşağın. Normal check-up'a gəlirlər, deyirsən şikayətin nədir? Heç bir şikayətimiz yoxdur, doktor. Bəzən sağ olsunlar, bəziləri çox insaflı davranıb bizə balaca bir məlumat verirlər, informasiya verirlər ki, doktor, irsiyyətimizdə də bizim problem var, irsiyyətimizdə də çəplik var, ya atasında olub, ya əmisində olub. Ona görə narahatıq. Normalda əslində irsiyyətdə olmayanda, uşaqda da problem olmayanda çox nadir görürük ki, kimsə uşağını durduğu yerdə həkimə keçsin, yoxlatsın. Əslində bu bizim üçün bir ipucu olur. Müayinədə də baxırsan, bəli, uşaq doğrudan da 100% görür. İlkin müayinədə, dərinləşməmiş müayinədə göz dərəcələri də yoxdur. Yəni, bəzən həkim səhlənkarlı söhbəti burada da bağlaya bilər ki, hər şey qaydasındadır, görməsi 100%-dir, bu uşaqda bir şey yoxdur, çıxın gedin, elə edilməməlidir. Müayinə davam olunmalıdır, bəbək böyüdülməlidir. Bəbək böyüdüləndən sonra hər şey çırpaqlığından üzə çıxır. Uşaq müsbət 4. Müsbət 4 ilə gəzən bir uşaq birincisi dəhşət yorulur. Yəni, bu uşaq mümkün deyil ki, dərslərini yaxşı oxusun. Çünki bu uşağın beyni müsbət 4-ü düzəltməyə çalışır. Yəni, beynin bəlkə də 70-80%-i müsbət 4-ü həll eləməyə çalışır. Yerdə qalan o 20-30%-dən bu uşaq tədrisini davam elətdirir. 30%-dən necə tədrisini davam elətdirə bilər? Neyini hiss eləyir? Ətrafdakı uşaqlardan geri qalacaq bu uşaq və bu uşaqlara kömək etmək lazımdır. Valideynə deyirsən ki, uşaq 100% görür, amma uşaq yorulur. Yorğunluq da elə bir termindir ki, bu yorğunluğun bir vahidi yoxdur. Kilo ilə deyil, qramla deyil, xəstəyə başa salan ki, yorğunluğu bu qədərdir. Başa sala bilmədiyin görə xəstə, ay doktor, bu 100% görür, uşaq da deyir ki, mənim şikayətim, yox, yaxşıyam, başım zadım ağrımır, özüm yaxşı hiss eləyirəm. İndi bəziləri başa düşür, dediyin qəbul eləyir, bəziləri də ciddi qəbul eləmirlər. Yəni, o yorğunluq uşağın problemlərini artırır. Biz məcbur eynək yazırıq, 4-ün hamısını yazmırıq. 1,25, 1,5 duruma görə, yəni hər uşaqda dəyişir. Elə uşaq var, elə 4-ün özündə yazırsan, elə uşaq var, vəziyyətə görə, akkomodasiya əzələlərinin gücünə görə, uşağın psixoloji statusuna görə dərəcəni dəyişdirə bilirsən. Daha 1-dən başlaya bilərsən, 1,25-dən başlaya bilərsən. Yəni, təcrübənə dayanıb özünə görə bir nömrə yazırsan. Aşağı nömrələr yazanda bu şikayətlər çox rast gəlmir. Yəni, 4 idi, sən buna 1 yazdın, valideyn belə bir şikayətlə qarşılaşmır. Əksər hallarda baxırsan 4-dür, amma bədən birini gizlədir, 3-ü açıqda qalır. Yəni, 3-ü toparlamaq üçün bədən çox zorlanır. Müsbət 3 yazırsan, müsbət 3 olan bir göz. Uşaq eynəyi taxdı. Eynəkdə başlayır dumanlı görməyə. Bir neçə gün, buradan da xəbərdarlıq edirsən ki, bir neçə gün dumanlı görəcək, narahat olmayıb, bir neçə gündən sonra keçəcək. İlk müayinəyə gələndə bunların heç bir şikayəti yox idi, çəplik də yox idi. Eynəyi taxandan sonra artıq əzələlər boşalır, çünki artıq gözə kömək gəldi. Göz artıq özü görməyə başladı. Gözün görməsini artırmaq üçün fəaliyyət göstərən əzələlər artıq boşaldılar, dincəlməyə getdilər. Eynəkdə hər şey qaydasındadır, görmək yaxşıdır, amma eynəyi çıxardan anda göz bir anda çəpləşir. Niyə? Çünki gözü ortada saxlayan, gözün yorğunluğunu azaldan əzələlər yoxdur, onlar dincəlməyə gedib. Biz o necə ki, müayinədə bəbəyi böyüdən damlalar tökürük, əzələləri müvəqqəti iflic eləyirik. Həmin əzələlər yoxdur. Ona görə eynəyi çıxardan kimi gözdə bir anlıq çəpləşmə əmələ gəlir və valideyn qorxmağa başlayır. Əslində panikləməsələr, biraz boş buraxsalar, bir neçə dəqiqədən sonra o əzələlər yavaş-yavaş gəlib yenə gözə kömək eləyəcək və çəpliyi toparlayacaqlar. Yəni, eynəyi çıxardandakı çəpliyin əmələ gəlməsi əksər hallarda buna bağlı olur. Əgər hər şey normal qaydada olunubsa, çox nadir halda rast gəlirik, ya müayinə sırasında hər hansı bir artifak olub, ya diqqətsizlik olub və ya eynəyi düzəldən halda sən xəstəyə müsbət nömrə yazmışsan, amma optikada çaşıb mənfi nömrə verilib, düz nömrələr verilməyib, elə şeylərlə qarşılaşa bilirik bəzən. Onları nəzərə almadan hər şey normal qaydada gedərsə, rast gəlinən çəpliyin səbəbi bu olur və valideynlərə də tövsiyəmiz bəzən hər incə detalları valideynlərlə bölüşə bilmirik, vaxt olmur. Belə olan hallarda da panikləməsinlər, eynəyi dayandırmasınlar, eynəklərinə davam eləsinlər və ən qısa müddətdə həmin həkimə geri dönsünlər. Suallarla həkim araşdırsın, səbəbin nə olduğunu bilsin, ona görə problemlərini o şəkildə həll etsinlər. Yəni,
eynəyi taxmamaqla öz başlarına həkim eynək yazdı, biz problem yaşadıq, onda bu eynək bizə lazım deyil. Tulladıq və həyatımıza davam edirik. Prosesin arxasına düşmədik, səbəbi tapmadıq. O, gələcəkdə daha ciddi problemlərlə bizə geri qayıdacaq.